Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kur'an-ı Kerim'de Allah Teala buyurur. Sure En-Nahl suresi 43. ayesinde Fes'alu ahlel zikr in kuntum la ta'lemun. Ey müminler, zikir ehlinden sual edin. Zikir ehlinden soruşun. Eğer siz bilmirsinizse, yani bilmediğiniz bir meseleni zikir ehlinden sual edin. Zikir ehli kimdir? Zikir ehli o şahslardır ki onlar ilm ehlidir, alimdiler, müçtehiddiler. Buradan belə məna çıxır ki, yani her bir meselede o sahənin mütəxəssisinə gərək sual oluna. Məsəl üçün, bugünkü gündə baxırsan ki, bəzi möminlər şəri məsələ olsun, ya fiqhi, ya tarixi, ya Qur'an məsələləri olsun. Görürsən ki, onu Qur'anı, dini mükəmməl bilməyən şəxslərə müraciət edirlər. Və bir neçə vaxtdan sonra məlum olur ki, onu xəbər verən həmin şəxs səhv edibdir. Odur ki, çalışmaq lazımdır ki, alim o şəxs ki, mütəxəssisdir, uzun illər dini, Qur'anı mükəmməl öyrənib, necə deyərlər, diz qoyub bu yolda gərək o şəxsdən öyrənilsin, soruşulsun. Necə ki, İmam Sadiq əleyhissalam buyurur ki, Mən dəxələ hədəddin bir rical, əxrəcahu minhur rical. Həzrət buyurur ki, kim dini məsələlərini bir kişiden soruşa, kişilerden soruşa, sabah da həmin kişilərin vasitəsilə dindən çıxıb gedər. Kəmə ədxələhu fihi və mən dəxələ fihi bil kitab və sünnə zələtil cibəlu qəblə ən təzulə. Həzrət buyurur ki, hər kəs Qur'andan və sünnədən sual eləyə, öyrənə, o daha möhkəm olar əqidədə və əməldə, necə ki, dağlar kimi olar, möhkəm olar və onu yerindən tərpətmək olmaz. Bugünkü gündə baxırsan ki, həm istər sosial şəbəkələrdə və yaxud da ki, digər yerlərdə dini mükəmməl bilməyən, özlərin dinşünas, alim adlandıran, İslam şünas adlandıranlar başlayıblar dinə rəy verməyə, dindən danışmağa. Və bilirsən ki, bunlar ki, dindən başları çıxmır, dini elmləri çox zəifdir, gərək onlara diqqət olunmaya, gərək onlardan qaçıla. Əgər bu cürə olmasa, məsuliyyət sənin boynundadır. Sabahlarım, əgər görsən ki, düz eləməmsən, hansı ki bir namazı məsələlərində və digər məsələlərdə, onlar sənin boynunda bir ilahi haqq olaraq qalıbdır. Onları təzdən gərək həyata keçirəsən. Amma bir müctehid alimin dediyi ilə hərəkət eləsən, əgər sabahlarım hər nə bir yanlışlıq olsa, qiyamətin günündə deyə bilərsən ki, ilahi, alimlərə demişdin, onlardan soruş, mən də alimdən soruşmuşam, müctehiddən soruşmuşam, sənin kitabı və sünnəvi onlar daha gözəl bilirdilər. Sabahlarım qiyamətin günündə həmin müctehid alimlər cavabdehdir və sənə heç bir boynuna hansısa bir məsuliyyət gəlmir. Odur ki, lazımdır ki, hər bir şeydə Qur'an və əhkam məsələlərində müctehid alimlərimizə diqqət edək və onların dediyi ilə əməl edək hansısa bir məsələdə. Odur ki, bu şeylərə diqqət eləməliyik.